Bəs sizin bir həkim olaraq önləyici tədbir kimi hansı qidalara üstünlük verməlidir insanlar və hansı qidalardan xərçəng xəstəliyinə ən azından bir qədər məsafəni uzaqlaşdırmaq olar? Ən vacib nədən uzaq durmaq lazımdır? Siqaret, araq, narkotikdən uzaq durmaq. Mal əti, quzu əti, sənaye şəkərindən uzaq durmaq. Marketlərdə heç bir qida məhsulları almamaq. Məişət vasitələri, filanları, təmizləyicilər alın, o problem deyil. Qida məhsulları qətiyyən marketlərdən almayın. Ələxüsus imperialistlərə və kapitalistlərə məxsus olan marketlərdən. Nə yemək lazımdır? Qalan bütün təbii şeylər. Ən çox hələ ki geni dəyişdirilməmiş kərəzlər, müəyyən meyvələr. Azərbaycanda çoxdur seçim. Ona görə burada hamısını geni modifikasiyalaşdırmırlar. Amma buğdadır, kartofudur artıq bizə geni modifikasiyalaşmış gətirdirilir. Ona görə çalışın özünüz yetişdirdiyiniz, bəlli olan toxumlardan istifadə elədiyiniz. Əsas gücü verin kəndlilərə. Kəndlilərdən alın nə alırsınızsa. Bazarlardan, məhəllə marketlərdən, yolda satılan avtobuslardan, nə bilim, hər şeydən. Amma yalançılar olmasın, yəni fırıldaqçılar olmasın, tanıdığınız adamlardan alın. Hər bir məhəllədə bir tanış dayı-dayınız var, ya gələn gedənlər var ki, onlarla əlaqəniz var ki, illərcə gəlib gedən adamdır. Misal üçün, südü, qatığı, yumurtası, filanı, belə şeyləri var. Hər bir məhəllədə elə bir tanış adam var ki, xüsusi kəsim aparır, mal əti, heyvan əti, deyək ki, quzu əti filanları onlara, yaxud da ki, toyuq gətirir, öz həyatında saxlanmış, bəslənmiş toyuqlar. Bax, belələrə üstünlük verin. Kəndçiləri, zəhmətkeşləri dəstəkləyin. Və bir statistikada var, son vaxtlar kəndlərdə belə xərçəng xəstəliyinin yayılması ilə bağlı və insanlar deyir ki, əgər təbii qidadan istifadə varsa, xərçəng xəstəliyi nədən yaranır, niyə yaranır? Məsələ ondadır ki, xərçəng qidadan yaranmır ki, kompleks bütün problemlərdən yaranır. Kəndlinin nədir? İndi xoşbəxt yaşayışı var, stres içindədir hamısı. İşsizlik var. İşsizlik, stres, imkansızlıq, kasıbçılıq, elə ondan elə qırılır da. Nə qədər stres olar? Bir gün, 2 gün, bir həftə, 1 il, 5 il, 10 il, 30 il. Hakimiyyəti zəbt edibdir bir qrup insanlar. Nə dəyişiklik yoxdur, nə xalq hakimiyyəti yoxdur, nə xalq iradəsi yoxdur. Nətər olmalıdır? Parazitlər harınır get-gedə və bütün bu Azərbaycan tam məhv olacaqdır. Çünki parazit ölkədə yaşamaq mümkün deyil.